Mən Quliyev Asiman Məhərrəmoğlu, Gədəbəy rayonunun Kiçik Qaramraq kənd sakini. Mənim İskəndərov Ələsgər Zirəddin oğlu Gədəbəy rayonunun Düzürt kənd sakini 2021 idi, 2022 idi. 6800 manat evimi tikmək üçün həmin şəxsdən pul götürmüşdüm. Onun 9 ayını işlədim. Yerində qalanı üçündə yenə işləyici idim. Orada çoban yoldaşla həmən o pulun bir miqdarını 5000'ni ona vermişdim. Həmin o adamla dalaşdım deyinə, pulumu istədim. Məni orada ər-arvad döydülər. Bayramov Rasim Bayramoğlu, Gədəbəy rayonunun Şurabak kənd sakini və Bayramova Kamalə onun həyat yoldaşı. Bunu da məni həmin İskəndərov Ələsgər Zirəddin oğlu Tovuz rayonunun xəstəxanasına yerləşdirdi. Buna baxmayaraq, indi mənim o adama hal-hazırda 4100 manat pul verəcəyim var. İndi mənim ona verəcəyim pulun qarşılığında mənim ona evinə qoyduğum əşyalarımı geri qaytarmır. Ki, yəni mən onu demirəm, nə etiraz eləmirəm, etiraf eləyirəm ki, mənim həqiqətən o adama 4000 İskəndərov Ələsgər Zirəddin oğluna 4100 manat verəcəyim var. İntihası mənim vəsar sənədlərdir, vəsar əşyalardır, xatirələrim var. Yəni bu verimi də yəni versin, pulunu verim. Yəni mən buna baxmayaraq indi mənim maşınıma arest qoyulub. 99 XY 604 nömrəli Urban Niva arest qoyulub. 4100 manata görədirmi bilmirəm. Nəinki maşına hal-hazırda bələdiyyə uçurduğu, səhv salıb uçurduğu ev varmı? Hətta ona da, həmin məhəlləyə də arest qoyulub. Mənim bütün adıma olan şəxslərimin hamısına, mülkiyyətimə arest qoyulub. Xahiş edirəm ki, nə olar, mənə kömək elə, bir Azərbaycan vətəndaşı kimi. Sizə qurban olum, nə olar.